Salam. Bugün 24 Aprel'dir. Həftənin bu maraqlı günündə ulduzlar bizə həm maddi, həm də mənəvi sahədə mühüm dərslər vəd edir. Görəsən, bugün kainatın sizin üçün hazırladığı sürprizlər hansılardır? Gəlin, vaxt itirmədən ulduzların sirli dünyasına səyahət edək. Qoç, əziz qoçlar, bugün diqqətiniz tamamilə şəxsi büdcəniz və gəlirləriniz üzərində olacaq. 24 Aprel enerjisi sizə əlinizdə olan resursları necə daha səmərəli idarə edə biləcəyinizi göstərəcək. İş yerində göstərdiyiniz qətiyyət, rəhbərliyin diqqətindən qaçmayacaq və bəlkə də maaş artımı və ya bonuslarla bağlı xoş xəbərlər ala bilərsiniz. Lakin lüzumsuz xərclərdən qaçmağınız məsləhətdir, gələcəyə yatırım etmək bugün daha mühümdür. Şəxsi dəyərlərinizi qorumaq üçün lazım gəlsə, sərt mövqe nümayiş etdirə bilərsiniz. Axşam saatlarında sevdiyiniz bir hobbi ilə məşğul olaraq zehni yorğunluğunuzu ata bilərsiniz. Öz gücünüzə inanın, bugün hər şey sizin xeyrinizə işləyir. Buğa, ad günlərini qeyd edən buğalar, bugün ulduzlar sizin üçün parlayır. 24 Aprel tarixində özünüzü hər zamankından daha canlı və iradəli hiss edəcəksiniz. Fiziksel enerjinizin artması ilə bərabər, daxili dünyanızda da böyük bir hüzur hakim olacaq. Uzun zamandır planlaşdırdığınız şəxsi dəyişiklikləri reallaşdırmaq üçün bundan yaxşı gün ola bilməz. Ətrafınızdakı insanlar sizin sakit və inamlı təbiətinizə heyran qalacaqlar. Yeni iş təklifləri və ya yaradıcı layihələr üçün qapınız açıqdır. Bugün təbiətlə daha çox vaxt keçirməyə, bəlkə də torpaqla məşğul olmağa çalışın, bu enerjinizi daha da yüksəldəcək. Kainatın sizə təqdim etdiyi bu möhtəşəm dövrün dadını çıxarın. Əkizlər, bugün biraz daxili səssizliyə və özünlə qalmağa ehtiyacınız ola bilər, əziz əkizlər. 24 Aprel enerjisi sizi ruhsal bir təmizliyə dəvət edir. Sosial həyatın aktivliyindən biraz uzaqlaşıb, gələcək planlarınızı gözdən keçirmək üçün mükəmməl zamandır. Bəlkə də uzun müddətdir sizi yoran bir sirr və ya köhnə bir məsələ bugün həllini tapacaq. İntuisiyanızın səsi çox güclüdür, qəlbiniz nəyi pıçıldayırsa ona qulaq asın. Yaradıcılıqla məşğul olan əkizlər üçün ilham pərləri qapıdadır. Gizli xeyriyyə işləri və ya başqalarına təmənnasız yardım etmək ruhunuza böyük bir dinclik gətirəcək. Günün sonunda enerjinizin yeniləndiyini və daha aydın düşünməyə başladığınızı görəcəksiniz. Xərçənglər üçün bugün dostluq və komanda ruhu ön plandadır. 24 Aprel tarixində daxil olduğunuz sosial çevrələrdə sözünüzün çəkisi artacaq. Gələcək hədəfləriniz və arzularınızla bağlı maraqlı müzakirələr apara yeni tərəfdaşlar tapa bilərsiniz. Dostlarınızdan gələn dəstək sayəsində çətin göründüyü bir işi asanlıqla həll edəcəksiniz. Kollektiv işlərdə liderlik xüsusiyyətlərinizi nümayiş etdirməkdən çəkinməyin. Sosial şəbəkələrdə aktivlik və ya yeni insanlarla tanışlıq sizə gözlənilməz fürsətlər vəd edir. Bugün tək başına hərəkət etmək yerinə birliyin gücündən istifadə edin. Sevdiyiniz insanlarla keçirəcəyiniz xoş bir axşam sizi bütün gərginliklərdən uzaqlaşdıracaq. Arzu tutun, bugün kainat sizi eşitməyə hazırdır. Şir. Bugün diqqətiniz tamamilə karyeranızda və peşəkar uğurlarınızda olacaq, əziz şirlər. 24 Aprel enerjisi sizə iş həyatında parlaq bir dönüş nöqtəsi təqdim edə bilər. Sizin əzmkarlığınız və özünə inamınız rəhbərliyin və ya müştərilərin diqqətini dərhal çəkəcək. Vacib bir layihənin sonuna gələ bilər və ya yeni bir məsuliyyətli tapşırıq ala bilərsiniz. Sosial statusunuzu möhkəmləndirmək üçün strateji addımlar atın. Hədəflərinizə fokuslanarkən ətrafınızdakı insanların rəyinə də hörmətlə yanaşmağı unutmayın. Peşəkar həyatınızdakı bu dinamizm sizə həm maddi, həm də mənəvi qazanc gətirəcək. Axşam saatlarını uğurlarınızı qeyd edərək və ya yaxınlarınızla səmimi söhbət edərək keçirmək ruhunuzu dincəldəcək. Qızlar üçün 24 Aprel yeni məlumatlar öyrənmək və dünya görüşünü genişləndirmək günüdür. Əgər bir təhsil proqramı, xarici dil kursu və ya uzun bir səyahət planınız varsa, bugün ilk addımı atmaq üçün əla zamandır.
Uzaqdakı yaxınlarınızdan və ya xarici ölkələrdən gələn xəbərlər gününüzə rəng qatacaq. Hüquqi məsələlərdə və ya rəsmi sənədlərlə bağlı işlərdə şans sizin tərəfinizdədir. Fəlsəfi düşüncələr və həyatın mənasını kəşf etmək istəyi sizi fərqli kitablara və ya dərslərə yönəldə bilər. Bugün analitik zəkanızı böyük ideyaları reallaşdırmaq üçün istifadə edin. Həyatın sizə təqdim etdiyi yeni imkanlara açıq olun, bəzən ən böyük möcüzələr uzaq üfüqlərdə gizlənir. Tərəzi, bugün tərəzilər üçün daxili çevrilmə və maliyyə məsələləri ön plandadır. 24 aprel tarixində ortaq gəlirlər, miras, bank işləri və ya borclarla bağlı məsələlərdə qətiyyətli addımlar ata bilərsiniz. Daxili dünyanızda köhnəlmiş duyğulardan azad olmaq və özünüzü yenidən kəşf etmək üçün güclü bir enerji var. İntuisiyanızın səsinə qulaq asın, çünki o sizi heç vaxt yanıltmır. Gizli qalan məlumatların üzə çıxması sizə həm təəccüb, həm də aydınlıq gətirə bilər. Şəxsi münasibətlərdə daha dərin bağlar qurmaq və səmimiyyəti artırmaq üçün əlverişli gündür. Ruhsal olaraq gücləndiyinizi və həyata daha dərindən baxdığınızı hiss edəcəksiniz. Köhnə vərdişləri geridə qoyub yeniyə yer açmağın tam zamanıdır. Əqrəb. Əziz əqrəblər, 24 aprel sizin üçün tərəfdaşlıq və ikili münasibətlər günüdür. Həm iş, həm də şəxsi həyatınızda qarşı tərəflə balans yaratmaq və ortaq qərarlar vermək çox mühümdür. Əgər təksinizsə, bugün yeni və ciddi bir münasibətin təməli qoyula bilər. Mövcud münasibətlərdə isə anlaşılmazlıqları dürüst və səmimi şəkildə həll etmək üçün mükəmməl bir vaxtdır. Diplomatiya sizin ən böyük gücünüz olacaq və qarşı tərəfin fikirlərinə hörmətlə yanaşaraq öz istəklərinizi də qəbul etdirə bilərsiniz. İş birliyi və müqavilələr üçün də uğurlu bir gündür. Sevdiyiniz insanla keçirəcəyiniz xoş axşam sizi həyatın stresindən tamamilə uzaqlaşdıracaq. Birlikdə hərəkət etmək sizə güc verəcək. Oxatan, bugün oxatanlar üçün iş rejimi, sağlamlıq və gündəlik rutinlər ön plandadır. 24 aprel enerjisi sizi daha mütəşəkkil və çalışqan olmağa sövq edir. İş yerindəki yığılıb qalmış xırda tapşırıqları bitirmək və iş yükünüzü nizama salmaq üçün əla zamandır. Sağlam qidalanmaya başlamaq və ya yeni bir idman rutini yaratmaq sizə uzun müddətli enerji verəcək. Özünüzü faydalı hiss etdiyiniz işlərlə məşğul olmaq mənəvi rahatlıq gətirəcək. Detallara qarşı hər zamankından daha diqqətli olun, çünki kiçik bir nüans böyük bir uğurun açarı ola bilər. Ev heyvanlarınız varsa, onlarla vaxt keçirmək sizə hüzur verəcək. Zəhmətinizin qarşılığını tezliklə görəcəksiniz, sadəcə biraz da səbirli olun və sistemli işləməyə davam edin. Oğlaq. Oğlaqlar üçün 24 aprel yaradıcılıq, eşq və həyatın dadını çıxarmaq günüdür. Bugün ciddi işlərdən biraz uzaqlaşıb, özünüzə və sevdiyiniz məşğuliyyətlərə vaxt ayırmalısınız. Yaradıcı bir layihəniz varsa, ilham pərləri sizinlə olacaq. Şəxsi həyatınızda, xüsusən də romantik münasibətlərdə xoş və sürpriz anlar qaçılmazdır. Övladlarınızla keçirəcəyiniz vaxt sizə daxili enerjinizi yeniləməyə kömək edəcək. Özünüzü ifadə etmək üçün daha cəsarətli və orijinal yollar tapa bilərsiniz. Risk etməkdən qorxmadığınız və şansın sizin tərəfinizdə olduğu bir gündür. Bugün həyatın sizə gülümsədiyini hiss edəcək və hər kəsə pozitiv enerji yayacaqsınız. Özünüzü xoşbəxt etməyi unutmayın, çünki bu sizin ən böyük haqqınızdır. Dolça, bugün diqqətiniz evinizdə, ailənizdə və daxili hüzurunuzda olacaq, əziz dolçalar. 24 aprel tarixində ailə üzvləri ilə keçirilən səmimi vaxt sizin üçün hər şeydən daha önəmli olacaq. Ola bilsin ki, evinizdə bir yenilik etmək və ya sadəcə hüzurlu bir küncdə dincəlmək istəyəsiniz. Keçmişinizlə və ailə köklərinizlə bağlı mövzular gündəmə gələ bilər, bu söhbətlər sizə gələcək üçün vacib ipuçları verəcək. Daxili dünyanızdakı sabitliyi qorumaq üçün meditasiya və ya sükutla vaxt keçirmək faydalıdır. Maddi mənada ev və ya torpaqla bağlı investisiya planları qura bilərsiniz. Sizin üçün ən böyük güc ocağınızdan və daxili dincliyinizdən gəlir. Ailənizə olan sevginizi göstərməkdən çəkinməyin.
Balıqlar üçün bugün ünsiyyət, öyrənmə və yaxın çevrə ilə təmaslar ön plandadır. 24 aprel tarixində aldığınız xəbərlər və ya keçirdiyiniz görüşlər gələcək planlarınıza yeni bir baxış açacaq. Zehniniz çox itidir və yeni məlumatları asanlıqla qavrayırsınız. Qısa səfərlər, gəzintilər və ya qonşularla olan maraqlı söhbətlər gününüzə enerji qatacaq. Yazı yazmaq, bloq hazırlamaq və ya fikirlərinizi sosial platformalarda bölüşmək üçün mükəmməl zamandır. Sözlərinizin təsir gücü artır, odur ki, pozitiv mesajlar verməyə çalışın. İntuisiyanızla məntiqinizi birləşdirdiyiniz zaman qarşınızda heç bir maneə dura bilməz. Kiçik detalların böyük xoşbəxtliklərə səbəb olduğu bu günün hər anından zövq alın.